Ay sağ ol. Yəni bu elə bir iki həddinin kvadratıdır ki, yəni mötərizə açanda alınır a kvadratı üstə gəl b kvadratı və bu eləyir 7. Bunu 7 kimi nəzərdə tuturuq. Ortadakı o 2AB-ni 2AB bərabərdir 4 kök 3 kimi düşünürük. 2-yə də ixtisar eləyək. AB bərabər oldu 2 kök 3. İndi elə 2 ədəd düşünürük ki, kvadrata yüksəldib toplayanda 7 eləsin. Bəli, hasilləri 2 kök 3. Doğrudur. 2 və 3. İndi birinci böyük olanı yazırıq. A bərabərdir 2, B bərabərdir kök 3. İndi 7 üstə gəl 4 kök 3 bərabər olacaq 2 üstə gəl kök 3-ün mötərizə kvadratı. Digəri 7 çıxılsın 4 kök 3. Bu da 2 çıxılsın kök 3-ün mötərizə kvadratıdır. Gətirib yerinə yazsaq, buradan davam edirəm. Kök altında, bax bunu yazırıq. 2 üstə gəl kök 3-ün kvadratı. Sonra üstə gəl kök altında 2 çıxılsın kök 3-ün kvadratı bərabərdir. İndi buradan çıxır 2 kök 3, 2 plus kök 3. Buradan da kökdən çıxacaq 2 çıxılsın kök 3. Kök 3 müsbət və mənfi islah olur. 2 və 2 topladıq. Bu da elədi cavab 4. Aydın oldu.